Hər kəsə salam. Sual 2-nin həllinə baxırıq. Belə bir ifadə verilib və bizdə qiymətini hesablamamızı istəyir. Ədədi kök altından düzgün çıxarmalıyıq ki, bu ifadənin qiymətini doğru tapa bilək. Tək dərəcəli kökdən ədəd olduğu kimi çıxır. Cüt dərəcəli kökdən isə modulda çıxır. Gəlin tətbiq eləyək bu qaydanı. 3-cü dərəcədən -5 üzəri 3. Deməli, kökdən -5 şəklində çıxmalıdır. Çünki dərəcəsi təkdir. Üzərinə gəlinsin. 4 cüt ədəd olduğu üçün, yəni cüt dərəcədən kök olduğu üçün bu ədədim, ona görə də -6 modulda çıxacaq. Üzərinə gəlinsin. 5 də yenə tək olduğu üçün -7 olduğu kimi çıxır. Plus, yenə cüt dərəcədən kök var və ədədim modulda çıxmalıdır. Bərabərdir. -5 üzərinə gəlinsin. -6-dan moduldan -6 çıxır. Çıxılsın 7, üstə gəlinsin, -8-dən modulda 8 çıxır. Bərabərdir. -5 ilə 6-nın cəmi 1, 1 ilə -7-nin cəmi -6, -6 ilə 8-in cəmi isə mənə 2 ədədini verəcək. Cavabımız olacaq 2, yəni C variantı.